Sağ ol. İşğal Biz döneminde ailenin sesini harda çok kalırdınız. İşğal Bakı şəhərində. Bakıda evet. Biz doğma da efendim. Allah Veteran prezident, oğlum askerdi. Benim tavsiye ki atar. Anamlar beraber seçildi. Bizim şeklimizi çekildi bir de çekildi. çektiler. Çok sağ ol. Teşekkür ederim. Sağ ol. Burada görmüşsünüz, burada. Üç yaşım var burada. 8. Hatırlıysan. Sen bu ağalıdansan yoksa Mehmet'ten. Sağ olun. Sağ ol. Sənət sözü. Mənim bu oğlum köçün gələndə 9 aylığıdır. Arazdan keçib gəlmişdi. 34 yaşı, Heydər Əliyevin sayəsində biz o vaxt sağ qaldıq. İran sərhədindən keçib gəldik. Əgər onun siyasət olmasaydı, biz Xocalı faciəsindən beşbəkər olasaydı. Onda mənim bu oğlum 9 aylığı, indi 34 yaşı var. İndi birinci dəfədə öz vətəninə gəl. Sağ olun, ömrünüz eləsin. Harada yaşayırdınız işğal döneminde? Maçlarda. Çok sağ olun. Varım. Allah razı olsun. Hoş gelmişsiniz. Doğma benden. Bize nasip eder. Sağ olun. Sağ olun. Siz harada yaşayırdınız işğal döneminde? Gəzə-gəzə gedib çıxmışıq Sumqayıtdan. Sumqayıt'ta. Bəli. Şimdi bura Sumqayıt'tan gayrısı. Sağ olun. Sağ olun. Çox sağ olun. Teşekkür ederim. Allah sizi Sağ olun.